Bu filmə bütün şiyələr cavab versin. Ən əsas da şiyənin alimləri və elm tələbələri. Mehdi Aleyhisselama yığılan pul İran hakimiyyəti tərəfindən xərclənir, İraq hakimiyyəti tərəfindən xərclənir. Özlərinin etirafı var. Bu filmə baxın, mükəmməl olacaq. Allah Subhanahu taala bunların ağzından bizə bu mövzuda açıq aydın olaraq elan etdi ki, Humus, bəli, Humus, Mehdi Aleyhisselamın adına yığılan o pulu biz artıq xərcləyirik. Diqqət, paylaşım edin. Kanalıma abunə olun ki, sizdən gizlədilənlər sizə tez gəlib çatsın. Bu filmə tam olaraq baxın. Yoxsulların deyil, bəzən təsəvvür edilir ki, nə üçün biz pulu göndəririk? Məsələn, İrana göndəririk, Turana göndəririk, İraqa göndəririk, Nəcəfə göndəririk. Bu söhbətlər bir qədər sadə söhbətlərdir. Adam burada deyir ki, İmam Mehdiyə yığılan pulu kimə verməliyik? Onun naibinə. Yəni Seyyid Sistaniyə, Seyyid Əl-Xameyniyə. Niyə? Yəni özü deyib ki, Mehdi Aleyhisselam bütün cəmaata deyib ki, və yaxud da Sistaniyə qulağına deyib ki, və yaxud da ki, Seyyid Əl-Xameyniyə deyib ki, mənim pulumun vəziyyətinə baxın, siz yığın, tamam deyək ki, yığın, hə? Xərcləyirsiniz, siz bunu, özünüzün etirafıdır, mənim etirafım deyil. Bu bir, ikincisi isə, vəbşi ümumi olaraq bunun dəlili nədir ki, sizə deyilib ki, siz yığın. Siz niyə yığmalısınız ki, hə? Siz niyə yığmalısınız? Mehdi Aleyhisselam sizi seçdi, sizə dedi və yaxud da ki, o xumusu verənlər var, ha? Ey xumusu verənlər, ey xumusu, zəkatı, sədəqəni verənlər, sizin əlinizdə dəlil var ki, Seyyid Əl-Xameyniyə geçsin, Sistaniyə geçsin, İrana və İraqa geçsin. Belə bir dəlil var. Zombiləşmişsiniz, əlbəttə ki, zombiləşmişsiniz. Acığa verirsiniz, hirsə verirsiniz, amma dəlillərə uyğun olaraq vermirsiniz. Elə burada bilin ki, sizin beyninizi öz ovuclarında saxlayıblar, idarə eləyirlər. Bəli. İmam Zaman Əleyhisselamın malını bu günləri kimə verməliyik? Onun naibinə verməliyik. Naibi kimdir? Naibi mərci təqlidlərdir. Onlara verilməlidir. Burada deyir ki, biz xərcləyə bilmərik. Bu, Mehdi Aleyhisselamın haqqıdır. Amma sən xərcləyirsən axı, subhanallah. Sən hakimiyyətini qorumaqdan ötürü müəyyən qüvvələrə, öz orduvuza, İraqda, Yəməndə, orada, burada ordularımıza xərcləyirsiniz axı. Niyə xərcləyirsiniz bunu? Mehdi Aleyhisselam deyir, bəsdirin da, bəsdirin cəmaatı allatdınız. Bu dinin vasitəsilə onların cibinə girdiniz, səmətli elədiniz. Bəsdirin da la. O xums malı ilə İslam idarə edilir. İmam o işi görəcəkdir. İmamın naibi də o işi görəcək. Əgər bu Mehdi Aleyhisselamın puludursa, sənin bundan nə işin var? Allah, sənin bundan nə işin var? Ey Seyyid Əl-Xameyni, ey Sistani, sizin bundan nə işiniz var? Cəmaatın pulunu nə xərcləyirsiniz? Yəni siz, burada meydana bu çıxır ki, siz əmanətə xəyanət eləyərsiniz. Bəli, öz etirafınızdır bu. Siz cəmaatın adından pul yığırsınız bir. O pulu heç onun xəbəri yoxdur. Mehdi Aleyhisselamın xəbəri yoxdur. Bu bir. İkincisi isə Mehdi Aleyhisselamın adından yığıb onun xəbəri olmadan xərcləyirsiniz. Onun dediyi yerlərə gedir. O sizin alimlərinizlə görüşür. Bəli, necə ki içimizdə bəziləri deyir ki, Mehdi Aleyhisselam Allaha and olsun ki Sistani ilə görüşür. Allaha and olsun ki Seyyid Əl-Xameyni ilə görüşür. Bəli, bunu deyənlərimiz var. Bəsdirin, cəmaatın cibinə girmək. Deyir ki, o pulla İslam idarə olunacaq. Ki, qoy gəlsin, çıxsın da. Qoy gəlsin, çıxsın da, gəlib görəcək ki, skladda heç nə yoxdur. Bir dənə qara qəpik də yoxdur. Aydındır. Əgər onun pulu deyilsə, Mehdinin pulu deyil, o gəlib xərcləsin də. Nüşündən xərcləyirsiniz? Oy, subhanallah. Biz niyə xərcləyə bilmərik? Çünki bizim haqqımız yoxdur ki, o başqasının malıdır.
İmam Zaman Əleyhisselam o malı nə eləyəcəkdir? Bizim ki, cavab vermək olar o malı nə eləyəcəkdir? O Beytülmalın büdcəsidir ki, onunla Beytülmal nəinki Beytülmal özünü necə hissədir, nəinki cəmaata paylanmayacaqdır. O mal fəqirlərin, yoxsulların deyil, bəzən Deyir ki, o mal kasıbların, acından ölənlərin malı deyil. Yəni siz demək istəyirsiniz ki, Mehdi Aleyhisselam gələcək, bir fəxrə baxacaq, görəcək acından ölür, kasıba baxacaq, görəcək ki, kasıb da pis günə düşüb, deyəcək ki, yox, inciməyin, ay kasıblar, bu mal sizin pul deyil, bunu sizə verə bilmərəm. Bu nə dindir? Allah siz yaşayırsınız. Peyğəmbərin məgər Quran və sünnətdə belə bir tövsiyəsi var imamlara. O imam ki, o inandığınız imam ki, heylə xasiyyətdə olacaqsa, indəndən ona boykot eləyin. Deyin gəlməsin, deyin gəlməsin. Yetimlərin, kasıbların, yolda qalanların dinidir bu din. Yetimlərin, kasıbların, yolda qalanların haqqıdır. Xumus haqqıdır, sədəqə haqqıdır, zəkat. Bu Quran və sünnətdə açıqdır. Afristlər, əmmaməli afristlər. İmama belə şər və böhtən atmayın. Ucu yiyib qutarmışsınız deyənə, bilmirsiniz, nə inəyəsiniz? Fikir verirsən də deyir, biz bunu İraqa, Nəcəfə, İrana, ora, bura göndəririk. Mehdi Aleyhisselam gəlib ki, xəşləyirsiniz. Nə inirsiniz? Ey sənmiş yerlər, pulunuzu elə Azərbaycandakı olacaq. Kasıb qardaşımıza, kasıb bacımıza verin, bəs edir. Allaha and olsun ki, alladırlar. Vallahi deyirəm ki, alladırlar, xəşləyirlər. Aydındır, xəşli. Assalamu aleykum, kanalıma abunə olun. Kanalıma abunə olun ki, sizin beyninizi özünüzdən almasınlar. Kanalıma abunə olun ki, bu kimi şərəfsiz kafirləri mən burada ifşa edirəm. Paylaşım eləyin ki, bu həqiqət hamıya gəlib çatsın. Qaşloqubu öz dövlətində xəşdə, öz cəmaatı var xəşdə. Esselamu aleykum və rəhmətullah. Çöldə göyərti satanlar İmam Zamanla görüşürlər. Başmaq tikənlər İmam Zamanla görüşürlər. O boyda şiələrin rəhbəri, o boyda şiələrin vilayəti fəqihi İmam Zamanla görüşülür sizə. Bu nə düşüncədir, bu nədir millətimizi? İmam Zaman Əleyhisselamın malını bu günləri kimə verməliyik? Onun naibinə verməliyik. Naibi kimdir? Naibi mərci təqlidlərdir. Onlara verilməlidir. Sual ola bilər ki, bəs İmam Zaman Əleyhisselamın malını biz niyə xərcləyə bilmərik? Çünki bizim haqqımız yoxdur ki, o başqasının malıdır. İmam Zaman Əleyhisselam o malı nə eləyəcəkdir? Bizim ki, cavab vermək olar o malı nə eləyəcəkdir? O Beytülmalın büdcəsidir ki, onunla Beytülmal nəinki Beytülmal özünü necə hissədir, nəinki cəmaata paylanması Beytülmal. Lazım olarsa bəzən də paylayar, o imamın öz ixtiyarındadır. Amma əsasən onunla, o xums malı ilə İslam idarə edilir. İmam o işi görəcəkdir. İmamın naibi də o işi görəcəkdir. O mal fəqirlərin, yoxsulların deyil, bəzən təsəvvür edilir ki, nə üçün biz pulu göndəririk? Məsələn, İrana göndəririk, Turana göndəririk, İraqa göndəririk, Nəcəfə göndəririk. Bu söhbətlər bir qədər sadə söhbətlərdir. Ərin yoxsulların deyil, bəzən təsəvvür edilir ki, nə üçün biz pulu göndəririk? Məsələn, İrana göndəririk, Turana göndəririk, İraqa göndəririk, Nəcəfə göndəririk. Bu söhbətlər bir qədər sadə söhbətlərdir. Verilən suallardan biri budur. Olmazmı xumsu biz İraqa, İrana, müxtəlif yerlərə göndərməyək və özümüz burada xərcləyək? Bir daha deyirik, müstehidin icazəsi ilə ki, dəfələrlə biz bunu şahid olmuşuq, elə xumslar yaxınlıqda olan, nəzarətdə olan İslam üçün, din üçün xərclənir. Amma ola bilər də müəyyən səbəblərdən Nəcəfdə, Qumda, Məşəddə, dünyanın müxtəlif yerlərində elm əhli, elm tələbləri yaxud da İslam üçün pul lazım olsun. Ona xumsuzu verə bilərsiniz, icazəsi varsa. Xumsu ona müraciət edə bilərsiniz. O çatdıracaq ünvanına və bir hissəsində öz ixtiyarında olacaq, onu da lazım bildiyi yerə xərcləyəcək. Dini qanunvericiliyə nəyə diqqət eləmək lazımdır? Birinci, Azərbaycandan milyonlarla manat vəsait yığılıb İrana göndərilir. Dini güya vergi adı ilə, xüms vergisi adı ilə. Belə bir vergi növü İslamda yoxdur.
bu terrorun maliyyələşdirilməsi kimi qanunda əks olunmalıdır. Digər tərəfdən ziyarətlər. Azərbaycanda ələ alınan çox sayda agentura şəbəkəsinin əksəriyyəti İranda Məşhədə, Quma, Kərbalaya ziyarətə gedənlərin içindən seçilir. Və bunların da içində xüsusilə də qadınların çox böyük bir şəbəkələşməsi var. Və ona görə biz qanunvericilikdə bu ziyarət məsələsini Azərbaycan dövlətinin tam nəzarəti altında gerçəkləşməsi və bu qrupa daxil olan insanların riskli qrupda olan insanlar kimi xarakterizə olmasını təmin eləməliyik. Üçüncü mərciyi təqlid. Azərbaycan müstəqil dövlətdir. Burada din adamı, dində belə bir kateqoriya yoxdur, amma İran icad edibdir. İranda bir ayətullahı yaxud da bir ruhanini təqlid eləyir və onunla aldığı əmrləri, qərarları yerinə yetirir. Orduda da, başqa polisdə də, başqa yerlərdə də çalışan insan öz dövlətinin qanunlarına yox, oradan aldığı ruhani rəhbərinin tələblərinə, əmrlərinə tabi olmağa çalışır. Və bunu da biz qanunda açıq göstərməliyik ki, bu başqa ölkədə olan siyasi demək terrorçularla müəyyən əməkdaşlıq kimi xarakterizə olunmalıdır. Yoxsulların deyil, bəzən təsəvvür edilir ki, nə üçün biz pulu göndəririk? Məsələn, İrana göndəririk, Turana göndəririk, İraqa göndəririk, Nəcəfə göndəririk. Bu söhbətlər bir qədər sadə söhbətlərdir.